Azərbaycan Dövlət Pedaqoji Universitetində sülh və reinteqrasiya prosesində qadınların iştirakı milli və beynəlxalq mexanizmlər mövzusunda konfrans keçirilib. Konfransın açılışında çıxış edən universitetin rektoru Cəfər Cəfərov tədbirin mövzusunun əhəmiyyətindən danışıb və qadınların təhlükəsizlik sahəsində fəal iştirakını vurğulayıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışında Azərbaycanda qadınların hüquqlarının müdafiəsindən bütün məsələlərin sülh yolu ilə həll olunmasında qadınların rolundan, cəmiyyətdə fəal iştirakından danışaraq qadınların fəaliyyətini yüksək qiymətləndirib. Azərbaycan Milli Məclisinin deputatları Hikmət Babaoğlu, Məlahət İbrahim qızı, Mehriban Vəliyeva, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Mahirə Hüseynova, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova və hüquq elmləri doktoru Zahid Cəfərov çıxışlarında eyni zamanda Qərbi Azərbaycanın tarixi və mədəni irsi dünya mirasının tərkibidir. Qərbi Azərbaycanda qadınların maarifçi hərəkatı mövzularında məsələlərdən danışdılar. Mahirə xanım, bugünkü konfransın əsas mahiyyəti, amacı, məqsədi nədən ibarətdir? Bu hatı mikrofonumuza var. Bugün həddindən artıq çox maraqlı hətta deyərdim və çox önəmli, əsaslı faktlarla gözəl bir konfrans keçirildi. Həmin konfrans Qadın, Ailə, Uşaq Problemləri Komitəsi və komitənin rəhbəri Bahar Muradova və onun təbii ki, rəhbərliyi altında olanlar, eyni zamanda Azərbaycan Dövlət Pedaqoji Universiteti, eyni zamanda Qərbi Azərbaycan İcmasının rəhbərliyi və bütün demək olar ki, üzvləri ilə buradaydı. Sülh və reinteqrasiya prosesində qadınların iştirakı, söhbət qadınların iştirakından gedir və qadınların bu yoldakı mübarizəsi və bura qədərki məsafədə qadınların təhsili, təhsilli qadın, ağıllı qadın, savadlı qadın cəmiyyətin anası sayılır. Ona görə də Qərbi Azərbaycandan gələn qadınların, savadlı qadınların, təhsilli qadınların məhz hansı şəraitdə fəaliyyət göstərmələri və bu gün hansı vəziyyətdə yaşamaları, bu günə qədər təhsil prosesində onların rolu və onların övladları, onların tərbiyə elədikləri insanların bu gün hansı məqamlarda dayandıqları önə çəkildi və o da buna əsaslandırıldı ki, biz bu cür analarla, bu cür xanımlarla, bu cür ziyalı insanlarla mütləq öz hüquqlarımızı bilərək, dünya ictimaiyyəti qarşısında problemlərimizi şərh edərək, öz doğma torpaqlarımıza reinteqrasiya edəcəyik, qayıdacağıq, necə gəlmişik, zorla çıxarılmışıq, elə öz doğma torpaqlarımıza qayıdacaq. Bugünkü konfransın əsas mahiyyəti bundan ibarət idi və həddindən artıq bir-birindən maraqlı məruzələr oldu. Gördüyünüz kimi memarlıqla bağlı, İrəvan qalası, qadın təhsili, Qərbi Azərbaycanlı qadın təhsili, ümumi milli kimliyimizi unutmamaq və s. bu kimi maraqlı məruzələr dinlənildi və mən əminəm ki, bu auditoriya xarakterli zalda, yəni burada əyləşənlərin əksəriyyəti tələbələr idi və ona görə də bu bir həm də maariflənmədir. Ona görə də özümü çox belə, necə deyək, qürurlu sayıram. Çox sağ olun. Çox sağ olun. Elə necə deyərlər, bugün də vurğulandığı kimi bir gedişin, bir qayıdış olmalıdır. Bir qayıdış olmalıdır. İnşallah Allah nəsib edesin. Millətimizə xalqımıza təşəkkür edirəm. Sağ olun. Mehriban xanımın mövzusu elə bir maraq doğurdu ki, şəxsən məndə, çünki bizim mediamızın mərkəzi Qırğızıstandır. Türk dünyası və Azərbaycan. Siz də çıxışınızda haqlı olaraq bizim Türk dünyasının çox sayılıb seçilən, tanınmış mərhum yazarı Çengiz Aytmatovun əsərindən sitat gətirərək Naiman ana və hansı ki insan ağlını itirir, fikirlərini, düşüncələrini başına dəri ilə bağlanaraq onun təqdim olunması və onu əlaqələndirdiniz siz bugünkü əsas konfrans mövzusunu. Nələri anlatarsınız?
İlk növbədə təşəkkür edirəm yanaşmanıza görə. Əslində konfrans sülh və reinteqrasiya prosesinə qadınların rolu məsələsidir və təbii ki biz 30 illik, nəinki 30 illik, əsrlər boyu işğallar, deportasiyalar, soyqırımlara məruz qalmışıq və əsl siyasət bizim tarixi yaddaşımızı yumaq, böyük Türk dünyasını parçalamaq və sərhədlərə bölmək niyyəti olub. Amma təbii ki, bizim ən böyük üstünlüyümüz ondan ibarətdir ki, biz öz milli kimliyimizi və tarixi yaddaşımızı unutmamışıq və mən Çingiz Aytmatovun Manqurt və Nayman ana obrazlarını simvolik olaraq, metafor olaraq, nümunə olaraq gətirməkdə məqsədim ondan ibarət idi ki, bəli, əslində Çingiz Aytmatov bu dəhşətli bir faciənin bədii həllini çox gözəl ifadə edir. Manqurt milli kimliyi, yaddaşını itirən bir obraz olaraq və ona qarşı qoyulmuş milli kimliyini, yaddaşını qoruyub saxlayan ana obrazı qarşılaşdırılmış bu deməli proseslər və kulminasiya nöqtəsində yaddaşını itirən oğlun öz anasını öldürməsinin özü də çox maraqlı bir bədii həldir və bu yolla da mən dinləyicilərə, bütün yəni bizi dinləyənlərə ötürmək istədiyim əsas mesajlardan biri də ondan ibarətdir ki, biz bugün Qarabağa qayıtdıq. Əslində bizi Qarabağa qaytaran da bizim milli yaddaşımız oldu, bizim milli kimliyimiz oldu. Biz Qərbi Azərbaycana qayıdış konsepsiyası istiqamətində addımlayırıq və burada da milli kimlik və tarixi yaddaş ən ümdə məsələlərdən biridir və bu istiqamətdə anaların rolu danılmazdır. O analar ki, coğrafi məkanda öz tarixi yaddaşları ilə, öz barmaqlarının yaddaşları ilə mədəni irsimizi qoruyub saxlayaraq gələcək nəsillərə ötürüblər. Gəlin etiraf eləyək ki, Qarabağı bir gündə Qarabağı görməyən oğullar aldı və o oğulları o ruhda böyüdən analara əhsən. Və biz inanırıq ki, anaların laylası ilə, bayatları ilə, nağılları ilə biz Qərbi Azərbaycana da və digər sərhəd çəkilmiş məmləkətlərimizə də qayıdacağıq. İnşallah elə cənnət anaların ayağı altındadır. Bəli. Bu da onun bir növ sizin çıxışınızın timsalında gördük. Çox təşəkkür edirəm. Minnətdaram. Konfransda Türkiyə, Kanada və Niderlanddan video format yolu ilə çıxış edənlər də oldu.